Tərtər məsələsi dövlətçilik məsələsidir. Bizim xalqımız bir şey anlamalıdır ki, Tərtərdə elə bir cinayət baş verib ki, nə onu Allah götürər, nə yer götürər, nə göz. Yəni bu belə bir şeydir ki, bu günləri məni qovan polis başa düşməlidir ki, bu çətə açılmayana qədər o polisi də zorlayacaqlar. Mən dediyim odur. Mən 4 ildir bu qapılar çeynəyirəm, neynəyim mən üçün? Neynəyim mən üçün? Niyə vermirlər? Heç olmasa şəhidlik adı versin. Nə istəyirik onu öldürübsən? Şəhidlik adı ver də. İşgəncə verən mənə dikmər bizi kimi o valideynləri. Ona şəhidlik veriləcək. Deyir bizim uşaqlarımız əmir quluydu. Sən 600'dan sər mənim oğlum ölməlidir. 500 manatdan sər mənim oğlum ölməlidir. Atasız qalmadı uşaqlar. Harada belə bir şey görülüb? Heç yerdə yoxdur. Bu hamısı bizdədir. Çox şəffaf ölkədə yaşayırıq. O vaxta qədər 2017-ci ildə 5 il etməsinə baxmayaraq bu hadisələrə real olaraq münasibət bildirilməyib. Biz istəyirik ki, dövlət başçısı buna bir münasibət bildirsin. O məqsədə ərizə təqdim etmə mərasimi idi və bu gün hal-hazırda mən gəldim ki, bütün ərizələri yığım və prezident vəzifəsini təqdim